Bir neçə gün bundan qabaq bir video paylaşım etdim. Orada danışdım ki, Bakı şəhərinin restoranların birində bir kişi xeylağı şou proqram çərçivəsində qadın rəqs oynayır, göbək rəqs oynayır və ətrafda olan qadınlar sevgi dolu onu alqışlayırlar. Orada vurğuladım ki, o zaman, o an mən bizim gələcək nəsil üçün qorxu hissi yaşadım. Ki həmən bu qadınlardır da, yəni məktəblərdə, nə bilim, evlərimizdə hansı ki bizim uşaqlarımızın tərbiyəsi ilə məşğuldular. İndi mən sizə bir video göstərəcəyəm. Yəni düz mənim danışığımdan sonra həmən videoya baxa bilərsiniz. Bu video baxanda isə mən o ətrafda yığışan kişilərin yerinə utanc bir hissi keçirtdim. Hansı ki, belə yığışıblar, o az yaşlı uşaq ortada rəqs edir və həmən o kişilər ona əl çalırlar. Yəni bu Pakistan deyir, Əfqanistan deyir, Hindistan deyir, bu məhz Azərbaycandır. Hansısa bir şadlıq evlərinin birində baş verir. Özü də ki, gördüyünüz kimi kişi toyudur. Yəni ki, zalda qadın xeylağı yoxdur. Qurdavasaq, çox dərinə getsək, bəlkə də hansısa kəndlərdə baş verir bu. Ola bilər orada yığışanların çoxusu, nə bilim, din əhlidirlər, Kərbəlayıdırlar, Məşədidirlər, Hacıdırlar. Yaxşı, bu Hacıya, Məşədiyə, Kərbəlaya hər şeyi qoyaq qırağı bir Azərbaycan kişisinə yaraşan bir hərəkətdir. Onu da mən sizə deyim ki, mən istəyirəm ki, bu video ilə bağlı adiyyətli qurumlar da maraqlansınlar. Çünki bizdə birbaşa buna görə inzibati xətaların məcəlləsi var. 192.8 və 192.9 maddəsində açıq aydın göstərilib ki, yəni bu cür hərəkətlərə görə, yəni az yaşlıların 15 yaşına çatmayan şəxslərin əməkini istifadə etmək, onların vasitəsilə pul qazanmaq, bu birbaşa məsuliyyətdir. Özdə cəriməsi sizə deyim az deyil ha. Yəni 1500-dən hətta 10.000 manata qədər orada müəyyən momentlər var. Xahiş edirəm, baxın, xahiş edirəm kim tanısa bu hansı şadlıq sarayıdır, kommentari bölməsində yazın. Yəni bu cür biabırçılığa son qoyulmalıdır. Bu nə cür bir şeydir? Mən başa düşə bilmirəm. Bizim cəmiyyət hələ bir ki, getdikcə laf aşağı gedir. İnkişafın əvəzinə biz məhv olub gedirik. Mən ümidvaram ki, heç biriniz sizlərdən istəməzsiniz ki, sizin uşağınız düşsün ortaya, o cürlə rəqs etsin və ətrafda olan o kişilər də onu o cürlə alqışlasınlar, o baxışlarla baxsınlar o az yaşlı uşağa. İndi isə həmən o videoya baxın.